Salam, hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bugün sizlərə 3 may 2026-cı il tarixdə Master School Təhsil Mərkəzi tərəfindən blok fənləri üzrə keçirilmiş sınaq imtahanından tarix fənninin suallarının izahına baxacağıq. Əvvəlcə başlayaq. İlk sualımız Dərbəndilər sülaləsinə, fərqli olaraq Kəsranilər sülaləsinin hakimiyyəti dövründə Şirvanşahlar dövlətinə aid uyğunluğu müəyyən etmək soruşulur. Dərbəndilər sülaləsi 1382-ci ildən 1538-ci ilə qədərki müddətdə hakimiyyətdə olub. Kəsranilər sülaləsi isə 1027-ci ildən 1382-ci ilə qədərki dövrdə hakimiyyətdə olmuşdur. Biz Kəsranilərin dövrünə düşən Dərbəndlərdən fərqlənən hadisəni tapmalıyıq. Səfəvlərlə mübarizə aparılmışdır. Dərbəndilər sülaləsinin hakimiyyəti dövründə Xəzər sahili ərazilər yad elli hücumlarından qorunmuşdur. Məziyyətlər sülaləsinin hakimiyyəti dövründə Teymurlərə qarşı mübarizə aparılmışdır. Dərbəndilər sülaləsinin hakimiyyəti dövründə paytaxt Yeni şəhərə köçürülmüşdür. Bəli, Kəsranilər sülaləsinin hakimiyyəti dövründə 1192-ci ildə Şamaxıda baş verən zəlzələyə görə Şamaxıdan paytaxt Bakı şəhərinə köçürülür və Toxtamışla Əmir Teymura qarşı hərbi ittifaq yaratmışdır. Xeyr, Şirvanşahlar dövləti əksinə Əmir Teymurla Toxtamışa qarşı hərbi ittifaq yaratmışdı və bu da Kəsranilər sülaləsinin hakimiyyəti dövrünə düşərdi. Əgər doğru uyğunluq yazılsaydı, düzgün cavabımız D variantı olmuş olur. İkinci sualımızda tarixi proseslərin məntiqi ardıcıllığını müəyyənləşdirmək soruşulur. Reformasiya hərəkatının başlanması 1517-ci ildə Almaniyada Martin Luther'in başçılığı altında başlayıbdır və Augsburg sülhünün imzalanması isə 1555-ci ilə təsadüf eləyən hadisədir. Biz ikinci yerə A variantını yaza bilmərik, çünki Thomas Münserin kəndli müharibəsi uğurla başa çatdırılmır, məğlubiyyətlə nəticələnir. Almaniyada protestant knyazların etiqad azadlığı 1555-ci ildə məhz Augsburg sazişi imzalandıqdan sonra tanınmışdı və B variantını biz Augsburg sülhünün imzalanmasının nəticəsi olaraq 4-cü bəndə yazırıq. Qərbi Avropada bütün dini müharibələr 30 illik müharibənin nəticəsində bitmişdir. Ona görə C variantının sualla heç bir əlaqəsi yoxdur. Katolik kilsəsinin indulgensiya satışına qarşı mübarizə isə məhz reformasiya hərəkatı başlanması ilə aparılmağa başlanılmışdı. İspaniyada üsyanların İngiltərədə vətəndaş müharibəsinin baş verməsinə səbəb isə yenə də 30 illik müharibə idi. Bunu da heç bir yerə yaza bilmirik. İkinci bəndə D, 4-cü bəndə isə B hissəcikləri uyğun gəlir. Düzgün cavabımız B variantıdır. Şah 1-ci Abbasın hakimiyyəti dövrünə aid uyğunluğu müəyyən etmək soruşulur. Şah 1-ci Abbas əvvəlcə qeyd edək ki, 1587-1629-cu illərdə hakimiyyətdə olmuşdu və onun daxili siyasətinə aiddir. Baş vəzir və sədrəzəmə nəzarət etmək üçün naiblərin təyin edilməsi bunun Nadir Şahla əlaqəsi var. Mərkəzi Təbriz olan yox, mərkəzi Ərdəbil olan Azərbaycan adlı inzibati bölgü yaratmışdı. B variantı yanlışdır. Vergi torpaqlarının dövlət xeyrinə müsadirə edilməsi də Nadir Şahın fəaliyyəti ilə bağlıdır. Tayfa başçılığında irsilik prinsipinin ləğvi məhz Şah 1-ci Abbasın daxili siyasəti ilə bağlıdır. Xarici siyasətdə isə rəiyyətin orduya çağırılması prosesinin ilk dəfə tətbiq edilməsi xarici deyil, paytaxtın köçürülməsi xarici bənd deyil. Ona görə də İngiltərə, Moğol və İspaniya dövlətləri ilə diplomatik münasibətlərin yaradılması, həmçinin 1621-22-ci illərdə Hörmüz limanının azad edilməsi uğrunda mübarizənin aparılması da məhz onun xarici siyasətinə aid olduğuna görə 63-cü sualda düzgün cavab Y variantı olmuş olacaq. 64 nömrəli test tapşırığı hadisə nəticə əlaqələrinin doğru verildiyi bəndin müəyyən etməyi soruşur. Yenidənqurma aşkarlıq 1985-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasında və həmçinin SSR-də Mikhail Qarbaçovun rəhbərliyi dövründə həyata keçirilmişdi. Amma bu siyasət SSR-nin labüd tənəzzülünü gecikdirmir, yəni SSR-nin süqutunu surətləndirir. Birinci bənd yanlışdır. İkinci bənddə milli oyanış prosesinin ölkədə sürətlənməsi səbəbindən İmam Mustafayev 1959-cu ildə vəzifədən uzaqlaşdırılır, doğrudur. Bakı-Qrozno neft kəmərinin çəkilməsi 1983-cü ildə təsadüf eləyir və bu hadisə Azərbaycan SSR-nin vahid neft kəmərinə qoşulmasını surətləndirir. Üçüncü bənd doğrudur. Ermənistan SSR-də yaşayan həmvətənlərimizin 48-53-cü illər deportasiyasına məruz qalması Ermənistanda yaşayan Azərbaycanlı əhalinin sayının azalmasına səbəb olur, artmasına yox. Dördüncü bənd yanlışdır. Vəli Axundovun Azərbaycan Kommunist Partiyası Mərkəz Komitəsinə rəhbərlik etməyə başlaması 1959-cu ildir. 69-cu ilə qədər bu proses
proses davam eləyibdir, rəhbərlik dövrü. Konstitusiya Azərbaycan dilinin dövlət dili olması haqqında maddə ilk dəfə 1956-cı ildə İmam Mustafayevin dövründə əlavə olunduğuna görə 5-ci bəndimizdə yanlışdır. 64-cü sualımızda düzgün cavab B variantı olmuş oldu. 65 nömrəli test tapşırığında Səlcuq dövlətinin Toğrul və Alparslanın dövründə hakimiyyəti dövründə baş vermiş hadisələrin uyğunluğunu müəyyən etmək soruşulur. Birinci Toğrul demək 1038-ci ildən 1063-cü ilə qədər, Alparslan isə 1063-cü ildən 1072-ci ilə qədər hakimiyyətdə idi. Birinci bəndə Şirvanşahların asılı vəziyyətə salınması 1066-dır. Bunu Alparslan etmişdi. Abbasilər 1055-ci ildə Bağdadın tutulması ilə asılı hala salınıb. B variantı Toğrulun dövrünə təsadüf eləyir. Əməvilər sülaləsini Sultan Toğrul görə bilməz. Rəvadilərin süquta uğradılması da 1065-dir. Bunu da Alparslan edibdir. Suriyanın işğal edilməsi Məlikşahın hakimiyyəti dövrünə təsadüf eləyir. Konya şəhərinin tutulması da Məlikşahın dövründədir. Şəddadilərin süquta uğradılması 1088-ci ildir. O da Məlikşahın hakimiyyəti dövrünə düşür. Bizansın 1071-ci ildə Malazgirt döyüşünün nəticəsində məğlub edilməsi də Alparslanın dövründə baş vermişdir. 1-ə B, 2-yə D. Düzgün cavabımız 65-ci sualda B variantıdır. 66 nömrəli test tapşırığında Ərdəbil hakimliyi və Ağqoyunlu dövlətinə aid ümumi cəhətlər soruşulur. Əsaslarının Azərbaycanın cənub torpaqlarında qoyulması düzgündür. Ərdəbil çünki cənubdadır və Ağqoyunlu dövlətində mərkəzi Təbriz şəhəri olduğuna görə Ağqoyunlu dövləti də cənubda yerləşir. Hər ikisi üçün birinci bənd doğrudur. Qaraqoyunlu qüvvələri ilə mübarizə aparılması Ağqoyunlu dövlətinə aid ola bilməz. Çünki Ağqoyunlu dövləti Qaraqoyunlunu bir dövlət kimi görməyib, yaxud da Ağqoyunlu dövləti 1468-də yaranıb, Qaraqoyunlu dövləti süqut etdikdən sonra, ona görə Ağqoyunlu dövləti Qaraqoyunlu qüvvələri ilə mübarizə apara bilməz. Şahdağ döyüşündə iştirak etməsi Şahdağ döyüşü 1488-ci ildə Ərdəbil hakimliyi və Ağqoyunlu Şirvanşah qüvvələri Ağqoyunlularla Şirvanşahların birləşmiş qüvvələri arasında baş verdiyinə görə 3-cü bənd həm Ərdəbil hakimliyinə, həm Ağqoyunlu dövlətinə aid götürülə bilər. Osmanlı qüvvələri ilə toqquşmaq isə sadəcə Ağqoyunlu dövlətinə aid bir xüsusiyyətdir. Düzgün cavab 66-cı sualda B variantıdır. 1-ci və 2-ci Dünya müharibəsi illərində Cənubi Azərbaycan tarixinə aid ümumi cəhətlər soruşulur. 1-ci Dünya müharibəsi 1914-cü ildən 18-ci il daxil, 18-ci ilin noyabr ayı daxil baş vermişdi. 2-ci Dünya müharibəsi isə 1939-cu ildən 1945-ci ilə qədər davam edən bir mərhələdir. Ərazisinin böyük bir hissəsinin Osmanlı qoşunları tərəfindən ələ keçirilməsi yanlışdır. 2-ci Dünya müharibəsi illərində artıq Osmanlı dövləti yox idi. Ərazisinə İngilis qoşunlarının daxil olması doğrudur. İngilis qoşunları 1-ci Dünya müharibəsi illərində 17-ci ilin sonunda, 2-ci Dünya müharibəsi illərində isə 41-ci ilin avqustunda daxil olur Cənubi Azərbaycana. 2-ci bənd doğrudur. Milli hökumətin Cənubi Azərbaycan tarixində yaranması 20 və 1945-ci illərə təsadüf eləyir. Məlumdur ki, birinci dəfə milli hökumət yarananda artıq 1-ci Dünya müharibəsi çoxdan başa çatmışdı. Əhalinin Mərkəzi Asiya və Qazaxıstana sürgün edilməsi Cənubi Azərbaycan tarixində 1-ci və 2-ci Dünya müharibəsi illərinə aid bir proses deyil. Muxtariyyət uğrunda milli azadlıq mübarizəsinin başlanması isə Muxtariyyət uğrunda 1-ci mübarizə 1917-ci ildə, 17-ci ildə Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında, 2-ci mübarizə isə 1941-ci ildə Seyid Səfər Pişəvərinin başçılığı altında başlayır. 5-ci bənddə hər ikisi üçün doğrudur. Düzgün cavabımız 67-ci sualda D variantıdır. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən əvvəlki dövrə aiddir. Yəni 1991-ci ilin 18 oktyabr tarixindən əvvəlki dövrə aid olan hadisələr soruşulur. Biz burada Qarakənd və Qaradağlı faciələrinin törədilməsini götürə bilmərik, çünki müstəqillikdən sonrakı dövrə aiddir. MDB-nin yaradılması 1991-ci ilin dekabr ayında baş vermiş prosesdir. Bu da müstəqillikdən sonrakı dövrə aiddir. Prezident vəzifəsi 1990-cı ildə təsis edilib may ayında və bu müstəqilliyimizin əldə edilməsindən əvvəlki dövrə təsadüf edir. Azərbaycan SSR-nin suverenliyi haqqında Konstitusiya qanunu 89-cu ilin sentyabr ayıdır. Bu doğru bənddir. Azərbaycan Xalq Cəbhəsi isə 89-cu ilin iyulunda təsis edilmişdir. Bu da doğru bənddir. 3-4-5-ci hadisələr Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən əvvəlki dövrə aid götürülə bilir.
Və 69 nömrəli test tapşırığında biz birinci Göytürk dövləti və Bizans imperiyasının Eyler-Win diaqramına əsasən müqayisəsini aparmalıyıq. Sasanilərlə müharibənin aparılması birinci Göytürk dövlətində İslami Xaqan, Bizans imperiyasında onsuz da Sasanilərlə müharibə var. İstər biz buna Justinianı da misal çəkə bilərik. Üçüncü hissəciyə A variantı uyğundur. Məzdəkilər hərəkatının yatırılması üçün Sasanilərə köməkliyin göstərilməsi Axun imperiyasına aiddir. Ona görə B variantını bütün bəndlərimizdən silməliyik. B variantını bütün bəndlərimizdən silirik və xalqların böyük köçü 4-cü, 7-ci əsrləri əhatə edir. Bizans imperiyası 395-ci ildə, yəni 4-cü əsrdə, Göytürk dövlətinin birinci Göytürk dövləti isə 552-ci ildə, yəni 6-cı əsrdə, yəni hər ikisi xalqların böyük köçü dövründə yaradılmışdı. Çinin asılı hala salınması Muğan xaqanın dövrünə birinci Göytürk dövlətinə, erkən orta əsrlərin sonlarında, yəni 10-cu əsrdə Abbasilər xilafətinin zəifləməsi və Bulqar dövlətinin zəifləməsi ilə Kipr ərazisini yenidən dövlətə tabe eləyən demək Bizans imperiyası olmuşdu. Y variantını da Bizansa yazırıq. Düzgün cavabımız 69-cu sualda A bəndi olmuş olur. 70-ci sualda Monqol hökmdarı Çingizxan və Teymurlər dövlətinin hökmdarı Əmir Teymur, həmçinin Dehli sultanı Şəmsəddin Eltutmuşun dövrünə aid uyğunluğu müəyyən etmək soruşulur. Bu şəxslərdən heç biri bütün Çini işğal eləməyiblər. A variantını bütün bəndlərdən silirik. Abbasilər xilafəti ilə diplomatik münasibətlər Şəmsəddin Eltutmuşun hakimiyyəti dövründə, Xarəzmşah Cəlaləddinlə mübarizəni aparan isə Çingizxanın hakimiyyəti dövrüdür. Hələb və Şam şəhərlərinin ələ keçirilməsi Əmir Teymurun fəaliyyəti ilə bağlıdır. Paytaxtda yeni şəhərə köçürülmək isə heç bir şəxsə, verilmiş şəxslərdən heç birinə aid deyil. Ona görə də düzgün cavabımız 70-ci sualda C variantıdır. İkinci Vətən müharibəsi dövründə, yəni 2020-ci ilin sentyabrın 27-sindən noyabr ayının 10-una qədərki dövrdə, 44 günlük müharibə dövründə Ermənistan Kəlbəcərin geri qaytarılması üçün əlavə vaxt tələb eləyir. Doğrudur, birinci bənd. Yerli istehsala məxsus hərbi vasitələrdən və texnikadan istifadə edilmədi bəndi yanlışdır. Çünki Azərbaycanın demək Harop və Türkiyədən aldığımız Bayraktardan başqa yerli istehsalımıza məxsus olan zərbə dronlarından, yerli istehsalımızın hərbi vasitələrindən istifadə edilmişdi. İkinci bənd yanlışdır. Şuşa şəhəri ağır artilleriyanın köməyi ilə azad edilməyibdi. Üçüncü bənd yanlışdır. Ağdamda Türkiyə və Rusiyanın birgə monitorinq mərkəzi fəaliyyətə başlayıb, amma 2021-ci ildə fəaliyyətə başlayıb. Bu müharibə dövrünə təsadüf etmir. Xocavənd rayonunun bir hissəsinin azad edilməsi müharibə dövrünə təsadüf eləyir. Xocavənd rayonunun ərazisi bütövlükdə azad edilməsi isə antiterror əməliyyatları ilə bağlıdır. 1 və 5-ci bəndlər düzgün bənddir. 71-ci sualda cavabımız C variantı olur. 72-ci sual İngiltərənin 17-ci əsr tarixinə aiddir. 17-ci əsrin sonlarında İngiltərədə hakimiyyətdə olmuş kral parlament ilə hesablaşmır, katolik mütləqiyyət rejimini bərpa etməyə cəhd göstərirdi. Bütün bunlar kral və parlament arasında mübarizəni qızışdırdığına görə Stuartlar yenidən hakimiyyətdən uzaqlaşdırılır, yəni 1688-ci ildə və İngiltərədə yeni idarəçilik sistemi qurulur. Mətndə biz Stuartların yenidən yaxud sonuncu dəfə hakimiyyətdən uzaqlaşdırılması sözünü və yaxud da cümləsini oxuyarkən məlumatın şanlı inqilabla bağlı olduğunu müəyyənləşdirmiş oluruq. Hansı ki 1688-ci ildə baş vermiş bir proses idi bu. Yeni idarəçilik sistemi və strukturu üçün xarakterik hadisələr soruşulur. Yəni şanlı inqilabdan sonra İngiltərədə baş vermiş struktur dəyişikliklər idarəçilikdə soruşulur. İki palatadan ibarət parlamentin fəaliyyət göstərməsi xeyr. Parlament iki palatadan ibarət deyildi. Birinci bənd yanlışdır. Məhdud monarxiya rejiminin bərqərar edilməsi, bəli, kral artıq parlamentli məhdud monarxiya sistemini təsdiqləyir. Yəni kralın hakimiyyəti bir növ simvolik xüsusiyyət daşımağa başlayır. İcra hakimiyyətinin dövlət şurasına həvalə edilməsi bu respublika dövrünə, yəni 1649-53-cü illər dövrünə təsadüf eləyir. Parlamentin hökuməti formalaşdırması isə əlbəttə doğrudur, çünki hökumətin əsasını, özəyini parlament təşkil etməyə başlayır. 2 və 4-cü bəndlər düzgün bənddir. 72-ci sualda düzgün variant B variantı olur. Daha sonra olmuş hadisələr Bakı XKS-nin fəaliyyətə başlanması 1918-ci ilin aprel ayının 25-idir. Azərbaycan Milli Şurası İrəvanı Ermənistana 1918-ci ilin may ayının
29-unda 1-ci hökumət kabinetinin fəaliyyəti dövründə güzəştə gedir. Trabzon konfransında Cənubi Qafqaz Seymi nümayəndələri 1918-ci ilin mart-aprel aylarında iştirak eləyirlər. Azərbaycanın cənubunda Urmu bəlası adlı soyqırım 1918-ci ilin mart ayına təsadüf eləyir. Xiyabani başda olmaqla Təbrizdə ADF-nin fəaliyyətə başlaması 1917-ci ildə baş vermişdi. Daha sonra baş verən hadisə B variantıdır. 74-cü sualda isə açıq qapı siyasətinin məzmunu soruşulur. Açıq qapı siyasəti Amerikanın Çin ərazisinə, Çinlə bağlı tətbiq etdiyi, Çində bütün dövlətlərin sənaye və ticarət sahəsində bərabər imkanlara sahib olması, yaxud da sənaye və ticarət sahəsində bərabər imkanların yaradılmasını nəzərdə tuturdu. B variantı dollar diplomatiyasına aiddir. C variantı dünyanın Amerika və Avropa sistemlərinə bölünməsi ideyası Monroe doktrinasına aiddir. Dünya müstəmləkə sisteminin ləğv edilməsinin açıq qapı siyasəti ilə heç bir əlaqəsi yoxdur. Fransadan asılı olan ölkələrə İngiltərə ilə ticarətin qadağan edilməsi isə kontinental blokadaya aid bir siyasətdir. 75-ci sualda 19-cu əsrin ilk 10 illiyində Şəki və Quba xanlıqlarına aid ortaq cəhət soruşulur. 19-cu əsrin ilk 10 illiyi 1801-1810-cu illərə əhatə eləyir və Şəki və Quba xanlıqlarına aid xüsusiyyət A variantı ola bilməz. Çünki komendant başda olmaqla hakimiyyətin Rus sabitinə təhvil verilməsi əslində Şəki və Quba xanlıqlarının ləğv edilməsi deməkdir. Şəki xanlığı 1819-cu ildə ləğv edilibdir. Quba xanlığı 1810-cu ildə. Yəni görürük ki, Şəki xanlığının komendanta hakimiyyətə təhvil verməsi 2-ci 10 illiyə təsadüf eləyir. Rusiya ilə Kürəkçay müqaviləsini Quba xanlığı imzalamayıb. Urmiya xanlığına qarşı Qarabağ xanlığı ilə hərbi ittifaq yaratmayıblar. Çar Rusiyası tərəfindən 1806-cı ildə hər ikisi işğal ediliblər. D variantı doğrudur. Müsəlman əyətlər rəisliyinə tabe edilmələri isə Quba Müsəlman əyətlər rəisliyinin tabeliyində olmayıb. Əlavətən də 19-cu əsrin ilk 10 illiyində Müsəlman əyalətlər rəisliyi adlandırılan qurum mövcud deyildi. 76-cı sualda 20-ci əsrin əvvəllərində Şimali və Cənubi Azərbaycanın mədəniyyət tarixi üçün ümumi cəhət soruşulur. İlk ali təhsil müəssisələrinin fəaliyyətə başlanması, əgər biz götürsək ki, Şimali Azərbaycanda ilk ali təhsil müəssisəsi 1919-cu ildə fəaliyyətə başlamış Bakı Dövlət Universitetidir və Cənubi Azərbaycanda ilk ali təhsil müəssisəsi 1946-cı ildə fəaliyyətə başlamış Təbriz Universitetidir. Ali təhsil müəssisələri 20-ci əsrin birinci yarısında fəaliyyətə başlayır. Amma Cənubi Azərbaycanda ali təhsil müəssisəsinin fəaliyyətə başlaması 19-cu əsrin 20-ci əsrin ortalarına təsadüf eləyir. A bəndə düzgün deyil. Qızların təhsil alması üçün məktəblərin fəaliyyət göstərməsi, bəli, Şimali Azərbaycanda artıq 20-ci əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyevin açdırdığı qız məktəbi fəaliyyət göstərdi və Cənubi Azərbaycanda da məhz elə biz 1917-20-ci illər aralığında, hansı ki Şeyx Məhəmməd Xiyabaninin milli hökuməti fəaliyyətə başlatdırdıqdan sonra Təbrizdə pulsuz qız məktəbini açdırması qızların təhsil alması üçün məktəblərin fəaliyyət göstərdiyi anlamına gəlir. Ona görə də həm Şimal, həm Cənubi Azərbaycanda 20-ci əsrin əvvəllərində demək qızların təhsil alması üçün məktəblər fəaliyyət göstərmişdi. Milli mətbuatın əsasını qoyması Şimali Azərbaycanda 1875-ci ildə, yəni 19-cu əsrə təsadüf eləyir. Avropa tipli dünyəvi təhsil müəssisələrinin fəaliyyətə başlaması 19-cu əsrdir. 1830 Qəza məktəblərindən söhbət gedir. İlk milli teatr binasının təsis edilməsi isə Şimalda 1883-cü ildə, Cənubda isə 1916-cı ildə baş vermiş hadisədir. Yəni biri 19-cu əsrdir, biri 20-ci əsr. Ona görə də düzgün variantımız B variantıdır. 19-cu əsrin son rübündə, yəni 1876-1900-cü illər aralığında Şimali Azərbaycan kəndlərində yeni kapitalist münasibətlərin formalaşdığını göstərən sosial-iqtisadi amillər soruşulur. Birinci bənddə kənd idarələrinə keçirilən seçkilərdə yaş senzinin ləğv edilməsi, əvvəla qeyd etmək lazımdır ki, kənd idarələrinə keçirilən seçkilərdə yaş senzi ləğv edilməyib, əksinə yaş senzi var idi, yaş məhdudiyyəti var idi. Birinci bənd ona görə yanlışdır. Andlı iclasçılar məhkəməsi Azərbaycanda mövcud olmayıbdır. İkinci bənd yanlışdır. Həm də bu sosial-iqtisadi amil deyil. Torpaq açıq alqa-satqı obyekti idi. Bəli, çevrilmişdi. Artıq 19-cu əsrin son rübündə, yəni artıq kəndli torpağı satın alıb öz mülkiyyətinə çevirə bilirdi. Bu sosial-iqtisadidir. 1870-ci il 14 may kəndli islahatından sonra artıq torpaq açıq alqa-satqı obyekti idi. Üçüncü bənd düzdür. Azərbaycanda kəndlərin müvəqqəti mükəlləfiyyətli vəziyyəti 1913-cü ilin aqrar qanunları əsasında ləğv edilibdir. Yəni 20-ci əsrin əvvəllərinə aid sosial-iqtisadi amildir bu. Sahibkar kəndlər arasında təbəqələşmənin sürətlənməsi isə
Demək, doğru bənddir. Çünki 1870 14 may kəndli islahatından sonra Azərbaycanda qolçomaq təsərrüfatı artmağa başlayır. Bu da sosial-iqtisadi amildir. 3-5-ci bəndlər 77-ci sualın düzgün variantı olmuş olur. 78-ci sualda kiçik bir texniki yanlışlıq var. Burada Şah 1-ci Təhmasibin dövrünə aid xüsusiyyətdən söhbət gedir. Bəylərbəyi təyin olunduqdan sonra mövqelərini bölgədə gücləndirən Şah 1-ci Təhmasibin qardaşı, hətta mərkəzi hakimiyyətə qarşı qiyam da qaldıraraq özünü müstəqil şah elan edir. Bütün bunlar nəticəsində qiyamın yatırılması üçün şah tərəfindən qoşunun göndərilməsi qiyamçı şəhzadənin Osmanlı dövlətinə qaçmasına səbəb oldu. Yəni biz mətndə oxuduqlarımızdan belə bir nəticə çıxardırıq ki, Şah 1-ci Təhmasibin qardaşı kim idi? Əlqas Mirzə. Mətndə Əlqas Mirzədən söhbət gedir və bu adamın Bəylərbəyi təyin olunduqdan sonra, yəni əgər Əlqas Mirzə Bəylərbəyi təyin olunubsa, demək Şirvanşahlar dövləti ortada yoxdur. Yəni artıq ləğv olunub ki, Əlqas Mirzə Bəylərbəyi təyin olunur və Osmanlı dövlətinə qaçır. Mətndə verilən prosesin nəticəsi soruşulur. Əlqas Mirzə qaçır Osmanlı dövlətinə. Toğrul bəy Qacar Şirvana hakim təyin edildi. Yanlışdır. Çünki Toğrul bəy Qacar Şəkinin hakimidir. Əlqas Mirzə vəzifədən gedəndən sonra Abdullah xan Ustaclı Şirvana hakim təyin edilir. Sultan 1-ci Süleyman Əlqas Mirzənin Osmanlı dövlətinə qaçmasından sonra bu hadisədən istifadə edərək 48-ci ildə Azərbaycana 3-cü yürüşünü eləyir. Doğrudur. Qızılbaş digər türk mənşəli tayfalar Osmanlı dövlətinə qarşı mübarizəni xeyr dayandırmırlar. Çünki Osmanlı sultanı belə güman eləyirdi ki, Əlqas Mirzəni görən qızılbaşlar Osmanlıya qarşı mübarizə aparmayacaqlar, amma heç planlaşdırıldığı kimi olmur. Qiyamçı şəhzadə də hətta Osmanlı sultanı Süleymanın Azərbaycana 3-cü yürüşündə iştirak eləyir Səfəvilər dövlətinə qarşı. 5-ci bənddə doğrudur. Düzgün cavabımız 78-ci sualda C variantıdır. 79-cu sualda hadisə nəticə əlaqələrinin doğru verildiyi bənd soruşulur. Həmədan yaxınlığında Sultan Süleymanın məğlub edilməsi Amasya sülh müqaviləsinin imzalanması ilə nəticələnmir. Çünki Həmədən yaxınlığında Sultan Süleyman 1535-ci ildə məğlub edilibdir. Amasya sülh müqaviləsi 1555-ci ildədir. Sultan Süleymanın Buğurd ətrafında məğlubiyyətə uğraması Amasyanın imzalaması ilə nəticələnir. Korsika adasının ələ keçirilməsi uğrunda mübarizədə Osmanlılar fransızlara kömək eləyirlər. Fransızlarla mübarizə aparmırlar bu barədə. Sultan Səlim Avstriya üzərinə yürüş etməyibdir. Viyana üzərinə yürüş keçirilir ki, hansı ki uğursuzluqla başa çatır silah və ərzaq problemindən. Bu Sultan 1-ci Süleymanın dövrünə təsadüf eləyir. Osmanlı Qaraqoyunlu İttifaqının yaradılmasının Niqbolu döyüşündə Birləşmiş Avropa səlibçilərinin qüvvələrinin məğlub edilməsi ilə heç bir əlaqəsi yoxdur. Sultan II Mehmetin 1476-cı ildə qəbul etdiyi qanunnamədə isə ayrı-ayrı dini icmaların hüquq və vəzifələri müəyyən edilirdi. Y variantı 79-cu sualın düzgün bəndidir. 80-ci sualda qədim dövrə aid verilmiş xəritədə paytaxtları nömrələnmiş dövlətlərin, yəni 2 nömrəli dövlət, hansı ki paytaxtı Qəbələ olan Albaniya dövlətidir. Bura 2-ci bəndə Albaniya yazırıq. 1 nömrəli şəhər isə Qazakadır qədim dövrə aid xəritədə. Qazakada Atropatena dövlətinin paytaxtı idi. Burada Atropatena yazırıq. 1-ci bəndə aid xüsusiyyətlər. Geylə hökmdarların adına Atropatenada pul olmayıb. Atropatena Roma Respublikası ilə Fraspa döyüşündə qələbə qazanıb. B doğrudur. Maqneziya döyüşündə Roma selevkiləri məğlub eləyib. Atropatenanın Maqneziya döyüşündən qazandığı tək şey müstəqillik əldə etməsidir. Yəni Atropatena selevkiləri məğlubiyyətə uğratmayıb. Albaniya dövləti və Atropatena dövlətinin hər ikisində quldarlıq istehsal üsulu yüksək səviyyədə deyildi. Əsasən azad əməkdən istifadə olunurdu. Roma padşahlığı eradan əvvəl 753-509-cu illər arasında mövcud olubdu və Albaniya dövləti bu dövrdə mövcud olmadığına görə Roma padşahlığı ilə mübarizə apara bilməz. Albaniya dövlətinin ilk hökmdarı türk mənşəli Atropatilər sülaləsindən idi. Xeyr, bu Atropatena dövlətinə aid xüsusiyyətdir. Düzgün cavabımız olur A variantı. 81 nömrəli sualda isə verilən xüsusiyyətlərin aid olduğu əraziləri müvafiq olaraq müasir xəritədə müəyyən etmək soruşulur. Bu, ibtidai icma quruluşuna aid bir test tapşırığıdır. Buzeyir mağarasının yerləşdiyi ərazi Lerik rayonudur, 4 nömrəli ərazi. İlk ibadət evlərindən biri olan Sərçərtəpə abidəsi isə Xaçmazda yerləşir, 3 nömrəli ərazidə. Y variantı 4 və 3 düzgün cavablarımızdır. Burada sualda müvafiq olaraq soruşulduğuna görə düzgün cavabı Y variantı olaraq götürməliyik. 80-ci nömrəli sual isə Avropanın qədim dövrünə, Roma və Yunanistan tarixinə aid uyğunluğun müəyyən edilməsi sualıdır. Roma Kiçik Asiya və Misir ərazilərini işğal edib. Romada vətəndaş müharibəsindən sonra Avropada ilk sinifli cəmiyyətin yaradılması yanlışdır. Çünki Avropada ilk sinifli cəmiyyətin yaradılması Krit adasına aid bir hadisədir. İmperator Tiberinin dövründə Parfiyanın işğal prosesinin başa çatdırılması yanlışdır. Çünki Tiberinin dövründə Parfiyanın işğal prosesi getmir. Əlavətən də Parfiyanın işğalını heç
işğalı həyata keçirtmək istəyən Mark Trayan da başa çatdıra bilmir qalxmış üsyanlar nəticəsində. Makedoniyaya qarşı Xeronea döyüşündəki mübarizədə Yunanistan öz bütövlüyünü qoruya bilmir. Orada sadəcə Sparta və bəzi şəhər dövlətlər öz müstəqilliklərini qoruya bilirlər. Yunanistanda Zadəcan Respublikası idarə quruluşu mövcud deyildi. Çünki Zadəcan Respublikası Roma tarixi ilə bağlı hadisədir. Taxıl və zəruri ərzaq məhsullarının ölkədən kənara çıxarılmasının qadağan edilməsi isə məhz Solonun islahatlarından sonra Yunanistanda baş vermişdi. 1-ə A, 2-yə C. 82-ci sualda düzgün cavab C variantıdır. 1918-39-cu illər arasındakı dövrə aid olan ifadələr soruşulur. Şlifen planı 1905-ci il, Münhen konfransı 1938-ci il, Qarşılıqlı İqtisadi Yardım Şurası Sosialist ölkələrin iqtisadi bloku 49-cu il, ABŞ-da homesteadlər haqqında qanun 1863-cü il, Rur avanturası isə 1923-cü ildə baş vermişdi. Burada göstərilmiş illər arasına düşən hadisələr 2 və 5-ci bəndlərdir. 84 nömrəli sual isə bizdən xronoloji ardıcılığı müəyyən etmək soruşulur. Terek döyüşü 1395-ci il, Cəlalilər dövlətinin əsasının qoyulması 1340, Təbrizin Aqoyno dövlətinin paytaxtına çevrilməsi 1468, Şirvanşahlar dövlətinin isə Kür çayı sahilində baş vermiş döyüşdə Baharlılardan, yəni Qaraqoyunlulardan asılı vəziyyətə düşməsi isə 1412-ci ildə. Ardıcılığımız 2, 1, 4 və 3 formasında olacaq. 85 nömrəli sual isə Peçenik türklərinə aid olanları müəyyən etmək soruşulur. Didqori döyüşündə Şirvanşahlarla müttəfiq olmaları Peçeniklər Didqori döyüşündə iştirak etməyiblər. Əlavədən Şirvanşahlar da bu döyüşdə yox idiler. Bizans imperiyası Peçeniklərlə mübarizə aparıb. Həm bu 1091-ci ildə Peçeniklərin Konstantinopola hücumu zamanı, həm də ki Bizansın Malazgirt döyüşündə tərkibindəki Oğuz və Peçenik tayfaları Səlcuqlarla döyüşməkdən imtina edərək qarşı tərəfə keçib Bizansa qarşı vuruşurlar və Xəzər xaqanlığının da zəifləməsinin digər səbəblərindən biri Peçeniklərlə mübarizə idi. İkinci bənd doğrudur. Kalka çayı sahilindəki döyüşdə Monqollar Rus qıpçaqlarla mübarizə aparıblar. Klasik feodalizm dövründə Azərbaycana, klasik feodalizm 11-15-ci əsrlərdə Azərbaycana Peçeniklər hücum etməyiblər, 4 yanlışdır. Malazgirt döyüşündə Səlcuqlara qarşı döyüşməkdən imtina edilməsi, bəli, 1071-ci ildə Peçeniklər Oğuzlarla birlikdə Malazgirt döyüşündə Səlcuqlara qarşı döyüşməkdən imtina ediblər. 85-ci sualda da düzgün cavabımız 2 və 5 olmuş olur. 17-ci əsrin ikinci yarısında Səfəvidlər dövlətinin idarəçilik sistemi üçün xarakterik xüsusiyyətlər, Təbriz şəhərinin hakimləri əmir elmüərə rütbəsi daşıyırdılar. Bütün 17-ci əsr boyunca xan qeyri-məhdud hakimiyyətə malikdir. Bu xanlıqlar dövrünə aid bir xüsusiyyətdir. 18-ci əsrdə Səfəvilər dövlətindəki xan kiçik ali hərbi inzibati rütbə idi daha doğrusu. İkinci bənd Səfəvilər dövlətinə aid deyil. Hərbi əyanlar ilk qrupdur. Bəli, feodal zümrəsinin 3-cü bənd doğrudur. Bəylər şah tərəfindən təyin edilir. Bəli, 4-cü bənd doğrudur. Məhkəmə orqanları dini qanunlar, yəni şəriət qanunları əsasında fəaliyyət göstərir. 5-ci bənd yanlışdır. 1-3-4 Səfəvlərin 17-ci əsrin ikinci yarısı idarəçilik sisteminə aiddir. Türk dövlətlərindən Qaraxanlı, Avropa Hun və Axun dövlətlərinə aid xüsusiyyətləri uyğunlaşdırmaq soruşulur. Maniçiliyin qəbul edilməsi Uyğur dövlətinə aid bir xüsusiyyətdir. A variantı heç bir bəndə getməz. Hindistana yürüş Mihraqul xanın dövründə Axun dövlətinə aiddir. Bizans imperiyası ilə müqavilə Avropa Hun dövlətində imzalanmışdır. İslamın rəsmi dövlət dini elan edilməsi Satıq Buğra xan tərəfindən Qaraxanlı dövlətinə aiddir və 1042-ci ildə 2 hissəyə parçalanması isə yenə də Qaraxanlı dövlətinə aiddir. 11-ci əsrdə 1-ə D-yə, 2-yə C, 3-ə B variantları düzgün bənddir. Və biz artıq ikinci ixtisas qrupunun hansı ki blok fənlərində tarix suallarından situasiyanın izahına baxaq. Burada 19-cu əsrin 20-ci illərinin sonunda Azərbaycan SSR ərazisində əhalinin çörək böhranı ilə üz-üzə qalması sənayeləşdirmə xəttinin pozulması təhlükəsini doğurur və bu dövrdə zorakılıq metodlarına əl atılmaqla ərzaq məhsullarının paylanmasında yeni sistemin tətbiq edildiyi qeyd olunur. Həmçinin fərdi təsərrüfatların iri təsərrüfat sahələri ilə əvəz edilməsi nəticəsində ilk kolxozlar təsis edilməyə başlanılır. 20-ci illərin sonunda sözü gedən proses Azərbaycan SSR-də kollektivləşdirmə siyasətidir. Kolxoz quruculuğundan söhbət gedir. Kollektivləşdirmə siyasətində 88-ci sualda deyilir ki, bəhs edilən dövrdə məhsul paylanılışında keçid edilən yeni sistemin adını yazın. Bu sistem kartoçka sistemidir, yaxud da biz buna talon sistemi də deyə bilərik. Kartoçka yaxud talon sistemi yazmaq sualda doğru hesab oluna
bilər. 89-cu sualda deyir ki, tarixi biliklərinizə əsasən mətndə sözü gedən dövrdə kənd əhalisinin daxili miqrasiya proseslərində zəif iştirak etməsinin səbəbini yazın. Yəni daxili ərazilərdə, respublika ərazisində köç etməyə maneçilik törədən amili yazın. Təbii ki, biz bilirik ki, 1932-ci ildə Azərbaycanda kolxozçulara pasport verilirdi. Daha doğrusu pasportlaşdırma sisteminə keçid edilir. Ancaq Azərbaycan kəndlilərinə yaxud kolxozçularına vəsiqə yaxud pasport paylanılmır. Kəndlilər kolxoz rejiminə alışsınlar və kolxozları tərk edib getməsinlər deyə. Bu da iqtisadi inkişafı təmin etmək üçün dövlətin qarşıya qoyduğu əsas müddəadır. Yəni pasportun verilməməsi kəndlinin daxili miqrasiya prosesində kolxozçuların iştirak etməsinə maneçilik törədir. Suala kolxozçuların pasport almaması, kolxozçulara yaxud da kəndlilərə pasportun verilməməsi yazmaq düzgün hesab olunur. 90-cı sualda isə deyir ki, Azərbaycan SSR-də bəhs olunan iqtisadi siyasətin, yəni kollektivləşdirmənin yeni iqtisadi siyasətdən, yəni fərq mərhələsindən mənbədə göstərilməyən ən azı 2 fərqli xüsusiyyətini qeyd edin. Yəni kollektivləşdirmədə olan, amma yeni iqtisadi siyasətdə olmayan fərqli xüsusiyyətləri yazmalıyıq. Biz kollektivləşdirmədə ümumi fərdi təsərrüfatların yaradılmasını yaza bilərik. Ancaq bu mətnin içərisində verilibdir. Azad ticarətə icazə verilmir. Həmçinin kəndlərin həyat şəraitində demək pisləşməyə doğru gedir. Çünki kollektivləşdirmə sistemi, kolxoz quruculuğu Azərbaycan kəndlərinə yad bir prosesidir. Azad ticarətə imkan verilmir. Həmçinin burada kəndlilərin demək, ümumi təsərrüfatlar formasında işlənməsi onların əməyə olan maraqlarının xeyli şəkildə azalmasına gətirib çıxardır. Yeni iqtisadi siyasət dövründə azad ticarət olsa da, Azərbaycanda bu dövrdə azad bazar elementləri saxlanılmır. Planlı iqtisadiyyat sistemi tətbiq olunur. Kəndlilər zorakı sisteminə kolxozlara daxil edilir. Qolçomaqlara qarşı zorakılıq tədbirləri həyata keçirilir. Xüsusi mülkiyyət sistemi ləğv edilir. Torpaqlar safxozlarda birləşdirilir, yazmaq olardı. Amma yeni iqtisadi siyasət dövründə biz görmüşdük ki, müvəqqəti iqtisadi yumşalma tətbiq olunurdu və kollektivləşdirmə dövründə isə kənd təsərrüfatı tam dövlət nəzarətində idi. Sosializm iqtisadiyyatı qurulurdu. Bu oldu 2-ci ixtisas qrupunun situasiyası. Biz isə 3-cü ixtisas qrupunun situasiyasının izahına baxaq. 3-cü ixtisas qrupunda isə situasiyada 19-cu əsrin 70-ci illərindəki Rusiya-Osmanlı müharibəsi başa çatdıqdan sonra imzalanmış müqavilənin müddəalarından narazı olan Avropa dövlətləri yenidən müqavilə imzalanması üçün konqres keçirməyə qərarı alırlar. Söhbət gedir 1877-78-ci illər Rus-Osmanlı müharibəsindən. Təbii ki, bu müharibənin də nəticəsində biz bilirik ki, San Stefano müqaviləsi imzalanır, Yaşılçöy müqaviləsi. Lakin Avropa dövlətləri bu müqavilədən narazı olurlar. Qarşıda indi narazılığın səbəbini qeyd edəcəyik. Avropa dövlətlərini qane etməyən vəziyyəti nəzərə alan Romanovlar, yəni Rusiya, müqaviləyə yenidən baxılması üçün Otto von Bismarckın başçılığı ilə konqresdə toplaşaraq Osmanlı dövlətinin torpaq itkiləri və etnik azlıqlarla bağlı məsələləri müzakirə edirlər. Hansı ki, müqəddəs birlik dövlətləri var idi 1684-cü ildən 1699-cu ilə qədər Osmanlı ilə mübarizə aparmışdı. Həmin müqəddəs birlik dövlətləri ilə aparılan müharibələrdən sonra sözü gedən konqresdə imzalanmış müqavilə Osmanlı dövlətinin varlığının yox edilməsi yolunda ikinci böyük addım hesab edilir. Və biz mənbədə bəhs edilən konqresin keçirildiyi şəhərin adını belə müəyyənləşdirə bilərik ki, Berlin şəhəridir. Berlin konqresi keçirilir 1878-ci ildə San Stefano müqaviləsinin şərtlərinə yenidən baxılması üçün. 59-cu sualda soruşulur ki, tarixi biliklərinizə əsasən imzalanmış müqavilənin şərtlərinə görə müstəqillik əldə etmiş Balkan dövlətlərinin xəritədə nömrələrini müəyyən edin. Yəni Berlin konqresində 1, 2 və 5 nömrəli ərazilər, 1, 2 və 5 nömrəli ərazilər müstəqillik əldə edirlər və xəritədə müəyyənləşdirdiyimiz 4 ilə 3 nömrəli ərazilərin Berlin konqresinə heç bir aidiyyatı yoxdur və müvafiq olaraq həmin dövlətlərin adlarını yazmaq soruşulur. 1 nömrəli dövlət Rumıniyadır. 2 nömrəli ərazi Serbiyadır, müstəqillik əldə edir. 5 nömrəli ərazi isə Çernogoriyadır, hansı ki, indiki Montenegro
1. Rumıniya müstəqillik əldə edir, 2. Serbiya müstəqillik əldə edir və 5 nömrəli ərazi Çernogoriya, Montenegro müstəqillik əldə edir. Tarixi biliklərinizə əsasən sözügedən müqavilənin imzalanmasında, yəni Berlindəki konqresdə müqavilənin imzalanmasında Avropanın ən qabaqcıl dövlətlərinin maraqlı olmasının mənbədə göstərilməyən səbəblərini yazın. Yəni Avropa dövlətləri müqavilənin müddəalarından narazı qalmışdılar və Berlin konqresində yeni müqavilə imzalamağa razılıq verirlər. Deyir, yəni nəyə görə Berlin konqresində Avropanın ən qabaqcıl dövlətləri maraqlı idilər ki, yeni bir müqavilə imzalansın? Birinci olaraq qeyd etmək lazımdır ki, Rusiya Balkanlarda güclənmişdi. Balkanlarda San Stefano müqaviləsinə əsasən çoxlu ərazi əldə etmişdi. 2 nömrəli olaraq qeyd etmək olar ki, Rusiya Şərqi Anadoluda çoxlu ərazi ələ keçirmişdi. Qars, Ərdahan, Batum kimi əraziləri. Rusiyanın Şərqi Anadoluda ərazi ələ keçirməsi, Balkanlarda ərazi ələ keçirməsi, Balkanlarda yaxud Şərqi Anadoluda güclənməsi, yaxud Romanovlar sülaləsinin yeni ərazilər əldə etməsi, yaxud Avropa dövlətlərinin özlərinin Balkanlarda və Şərqi Anadolu bölgəsində güclənmək istəməkləri, yeni ərazilər əldə keçirərək Rusiyanın güclənməsinə mane olmaq istəməkləri 60-cı sualın 2 səbəblərindən birini təşkil edir. Belə hörmətli abituriyentlər, blok imtahanı suallarının izahı bu qədər. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.